Salyan rayonunun Qarabağlı və Kərimbəyli kənd sakinlərinin Şirvan, Salyan magistral avtomobil yolunun Kərimbəyli, Qarabağlı kəndlərindən keçən hissəsində yol xətlərinin yenilənməsi və nişanlanma işlərinin aparılması ilə bağlı müraciəti müsbət həll olunub. Sakinlər bir müddət əvvəl məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək, yolun həmin hissəsində təhlükəsizliyin təmin edilməsi və hərəkətin daha rahat təşkili üçün müvafiq tədbirlərin görülməsini xahiş etmişdilər. Müraciətdən qısa müddət sonra ərazidə yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində magistral yolun sözügedən hissəsində xəttlənmə və nişanlanma işləri yerinə yetirilib. Qeyd edək ki, görülən işlər Kərimbəyli kənd sakini Qatı Heydərçi ictimai xadim Elxan Xəlilovun fəal təşəbbüsü ilə həyata keçirilib. Onun sakinlərin qaldırdığı məsələnin aidiyyəti qurumlara çatdırılması və həllinin təmin olunması istiqamətində göstərdiyi fəallıq xüsusi vurğulanır. Həyata keçirilən tədbirlər ilk növbədə yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, sürücülərin və piyadaların rahat və təhlükəsiz hərəkətinə xidmət edir. Qarabağlı və Kərimbəyli kənd sakinləri göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə edərək bildirirlər ki, onların müraciətinə operativ münasibət göstərilməsi dövlət-vətəndaş münasibətlərinin bariz nümunəsidir. Kənd sakinləri ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasəti hər zaman dəstəklədiklərini vurğulayır, regionların inkişafı və insanların rifahının yüksəldilməsinə yönəlmiş tədbirləri yüksək qiymətləndirirlər. Qeyd edək ki, Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, görülən işlərlə yaxından tanış olmaq üçün əraziyə gəlmiş və yerli sakinlərlə görüş keçirmişdir.